Deməli bugün OTK-ya düşmüş 9-10-cu siniflər üçün fizika sualından izahına baxaq. 31-ci sualda deyir ki, hansı hallarda verilmiş mayenin buxarlanma sürəti azalar? Biz bilirik ki, buxarlanmanın sürəti temperaturdan, qabın açıq səthinin sahəsindən, mayenin növündən və havanın küləkli olmasından asılıdır. Bizə birinci deyir ki, mayenin sərbəst səthini böyütməklə, təbii ki, sərbəst səthi böyütməklə biz buxarlanmanın sürətini artıra bilərik. Bu doğru deyil. İkinci deyir, temperaturu azaltmaqla, bəli, temperaturu azaltmaqla biz buxarlanmanın sürətini azalda bilərik. Üçüncü isə deyir ki, bizə deməli, üzərinə düşən xarici təzyiqi azaltmaqla, bu xarici təzyiqi azaltmaqla biz qaynama temperaturunu azalda bilərik. Yəni, buxarlanmanın sürətini yox. Ona görə də cavab 2, yəni C variantı vermiş olur.